Videomu izləyən hər kəsi salamlayıram. Videoma xoş gəlmisiniz. Bugün Novruz şirniyyatlarımızdan olan milli şirniyyatımız şəkərbura hazırlayacaq. Bu reseptlə hazırlasanız, inanın mənə peşman olmarsınız. Bu xəmirlə işləmək çox rahatdır. Gördüyünüz kimi rəngi göyərməyən, ağappaq qalan, naxışı itməyən, ağızda dadılan çox gözəl bir reseptlə gəlmişəm. İndi isə keçid alaq şəkərbura üçün bizə lazım olanlara. Bizə 500 qram yarım kilo fındıq ləpəsi lazımdır, qovrulmuş və qabıqdan ayrılmış. 400 qram da şəkər tozu lazımdır. Ləpəmizi gördüyünüz şəkildə maşının iri gözündən keçirdirik. Ləpəmizi bir qaba əlavə edib, üzərinə 2 stəkan, bir də bir stəkanın 1/4 hissəsi qədər şəkər tozu əlavə edirik. Bu edir 400 qram şəkər. Üzərinə 1 çay qaşığı hil əlavə edirik və bunları qarışdırırıq. Şəkərburamızın içiliyi bunlardan ibarətdir. Keçid alırıq xəmirimizin hazırlama qaydasına. Xəmirimiz üçün bizə 1 kiloqram əla növ un lazımdır. Mən doymaqdan istifadə etdim. 1 çay qaşığı şəkər əlavə edib və 1 çimdik duz əlavə edirik unumuza. Və gördüyünüz kimi mayanı 1 çay qaşığı salfetin üzərinə tökürük və onu 4 hissəyə bölürük. 4 hissənin 1 hissəsini 1/4 hissəsinə bir balaca qaba əlavə edib üzərinə 1 xörək qaşığı su əlavə edirik və qoyuruq kənara. Xəmirimiz üçün sadəcə 1 çay qaşığının 1/4 hissəsini istifadə edəcəyik mayanın. Mayaya 1 xörək qaşığı su əlavə edib kənara qoyuruq mayalanmağa və unumuzu qarışdırırıq. Daha sonra 400 qram ağ rəngli yağ əlavə edirik bura. Yağ alarkən diqqət edin ki, rəngi ağ olsun. Şəkərburamız da ağ çıxsın. Yağı əlavə etdikdən sonra unla onu bir-birinə həll edirik, qarışdırırıq. Umaç halına gətiririk. Unumuzu umaç halına gətiririk, vanil əlavə edib, qeyd etməyi unutdum bayaq. Vanil də əlavə edib, umaç halına gətiririk. Mənim qabım balacaydı, biraz iri qaba boşaltdım. Siz də çalışdığınız qədər biraz iri qabda edin ki, sizə rahat olsun. 3 ədəd burada yumurta var. Yumurtanın da 2 sarısı, 1 ədəd döv yumurta əlavə etmişəm. Yumurtanı gördüyünüz kimi yaxşı qarışdırıram ki, biraz rəngi açılsın, çox sarı olmasın. Bura yumurtaya biraz da xama əlavə etdim. Xama ilə bir yerdə qarışdırdım ki, rəngi biraz açılsın. Ümumilikdə 200 qram xama istifadə etdim. Bura umacımızın üzərinə yumurtanı, xamanı, bir də bayaq hazırladığımız mayanı əlavə edirik və yoğurmağa başlayırıq xəmirimizi. Bizə bir də 1 stəkan, armudu stəkandan 1 süd lazımdır. Südü gördüyünüz kimi mən yavaş-yavaş əlavə edəcəm ora. Çünki çoxluq edə bilər, xəmirimiz çox yumşaq ola bilər. Bu da şəkərbura xəmirin üçün lazım olan bir şey deyil. Buna görə hissə-hissə əlavə edib qarışdırın. Əlinizdə xəmir toparlanmağa başlayanda da südü əlavə etməyin. Gördüyünüz kimi bir armudu stəkandan məndə yarısından biraz az süd qaldı. Xəmirimiz toparlanmağa başlayanda daha südü kəsirik, süd əlavə etmirik. Bu xəmiri yaxşı yoğurmalıyıq. Şəkərbura xəmiri nə qədər yaxşı yoğurulsa, o qədər də rəngi açılar. Yaxşı yoğurduqdan sonra şəkərbura xəmirimizi qoyuruq yarım saat dinlənməyə. İsti yerə qoymaq lazım deyil. Sadəcə xəmir özünə gəlməlidir biraz. Çox gözəl xəmir alındı. Xəmirimiz hazır olduqdan sonra bu yumşaqlıqda olacaq. Çox yumşaq etməyin ki, xəmir dinlənəndən sonra biraz daha da yumşalacaq. Üzərinə bir dəsmal və ya bir salafan örtüb yarım saat dinləndiririk xəmirimizi. Dinlənəndən sonra görürsünüzmü necə yumşalır. Çox gözəl xəmir alındı. Bu xəmirlə işləmək çox rahatdır. Xəmirimizi bərabər hissələrə bölürük. Təxmini 35-40-45 qramlıq irili xırdalı kündələrə bölürük. Məndə bu xəmirdən 42 ədəd kündə alındı. Mənim kündələrim hazırdır. Üzərinə bir salafan örtürük. Salafan örtün ki, üstü qabıq bağlamasın, qurumasın. Daha sonra keçirik yaymağa. Biraz çox yaymayın. Mən burada biraz çox yaymışam. Ona görə səhvlərimi deyirəm ki, siz təkrarlamayasınız. Biraz bundan balaca yayın. Videoda gördüyünüz yayımdan biraz balaca yayın. Bütün kündələri bu qayda ilə yayırıq və bir-birinin üzərinə yerləşdiririk. Narahat olmayın, bir-birinə yapışmayacaq, yağlı xəmirdir. Mən kündələrimin yarısını yaydım, daha sonra bir salafana yerləşdirdim. Onu soyuducuya qoydum ki, o birisi yarısını yayanda çox acıyıb, çox xəmir özünə gəlməsin. Ona görə yarısını xaldinikə yerləşdirdim, daha sonra yarısını yaydım. Təbii ki, salafan altında saxlayırıq ki, xəmir qabıqlanmasın, yaydığımız lavaşlar qabıqlanmasın, üstü qurumasın.
Yarısını da yaydıqdan sonra keçirik için doldurulmasına. Bu yarısının hamısını için dolduracağıq. Videoda gördüyünüz şəkildə yanınıza da bir su qoyun ki, lavaşın qıraqlarına su vurun, bir-birinə yapışarkən rahat yapışsın. Daha sonra 2 çay qaşığı içlikdən əlavə edirik və qıraqlarını başlayırıq bərkitməyə, bir-birinə yapışdırmağa. Biz onu yapışdırdıqdan sonra üzərindən iynə ilə deşik açırıq. Deşik açırıq ki, bişən zaman o bağladığımız yerlərdən açılmasın təzədən. Şəkərburamız formasını itirməsin, açılmasın. Bu qayda ilə bütün şəkər buralarımızı için doldururuq, qıraqlarını bağlayırıq və deşik açmaqda, iynə ilə deşik açmaqda unutmuruq. Bu qayda ilə yaydığımız lavaşların yarısını içliyin doldururuq və salafan altında saxlayırıq ki, qurumasın. Daha sonra yarısını doldurduqdan sonra başlayırıq qıraqların naxışlamağa. Qıraqların da belə gördüyünüz qaydada bükürük. İçin doldurduğumuz bütün şəkər buraların qıraqlarını belə naxışlayırıq, bükürük. Yan tərəfi üstə salafanın altında saxlayırıq. Bilərəkdən videonun bu hissələrini tezləşdirmirəm ki, kənar bükülüşləri sizə daha rahat olsun, daha rahat, daha aydın görəsiniz. Burada ikinci bükümə keçirəm ki, bir daha da izah edim ki, necə bükürəm mən kənarlarını. Təbii ki, bir çox xanımlar bunu bilir. Məqsədim bilməyən, təzə ailə qurmuş xanımlara izah etməkdir. Şəkər buraların hamısının içini doldurub, kənarlarını bükdükdən sonra keçirik naxışlamağa. Naxışı mən sümbül formasında etdim. Siz istəsəniz başqa formalarda edə bilərsiniz. Mən sümbül formasını şəkər buraya daha çox yaraşdırıram. Onun üçün bütün şəkər buraları sümbül formasında etdim. Əziz izləyicilər, siz şəkər buraya bişəndən sonra da diqqət yetirin ki, görün naxışları necə səliqəli durur. Heç bir açılma, heç bir dağılma, naxışların itməsi qəti baş vermir. Şəkər buraların hamısını naxışladıqdan sonra soba listinə yerləşdiririk və təkrarən üzərindən iynə ilə deşik açırıq ki, şəkər buranın bəzəyi itməsin, naxışlarımız itməsin, kənarları açılmasın, içərisində bişən zaman içərisində olan hava o deşiklər vasitəsilə çıxsın. Bişirərkən də sobanın alt hissəsində alt üst rejimdə bişirdim mən. Onu da qeyd edim ki, çox zəif xodda bişirdim. Çünki şəkər buralarımız yaxşı bişsin. İti xod olsa altı qızaracaq və siz elə zənn eləyəcəksiniz ki, bu şəkər buralar bişib. Çıxardandan sonra görəcəksiniz ki, bir müddət qalandan sonra şəkər buralar rəngi göyərib. Ona görə zəif xodda alt hissədə yavaş-yavaş bişirin. Şəkər buralarımızı göndəririk sobaya bişməyə. Çıxdıqdan sonra da özünüz görəcəksiniz ki, əziz izləyicilər, qəti şəkildə naxışlarında itmə baş verməyib. Ağızda dadılan çox möhtəşəm dadı var. Bu reseptini hazırlasanız, inanın mənə peşman olmarsınız. Hazırlayan hər kəsə nuş olsun. Allah süfrənizi ruzili bərəkətli eləsin. Videomu izlədiyiniz üçün də təşəkkür edirəm.